Tovuzda vətəndaşa məxsus ev tamamilə yanaraq külə dönüb. Hadisə rayonun Yanıqlı kənd ərazisində qeydə alınıb. Ev sahibi 37 yaşlı Xəyal Qəmbərov bildirir ki, hadisə baş verən zaman onlar evdə olmayıb. Qonşuların zənglə onun evinin yandığı barədə məlumat veriblər. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin Tovuz yanğından mühafizə hissəsinin 3 yanğın söndürənin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb və ətraf əraziləri keçməsinin qarşısı alınıb. Ev sahibi ehtimal edir ki, yanğına səbəb elektrik naqillərində yaranan qısa qapanma olub. Yanğın zamanı xəsarət alan şəxs ev sahibinin qardaşı 35 yaşlı Röyal Qəmbərov olub. Müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirən şəxsin hansı şəraitdə xəsarət alması ev sahibinə məlum deyil. Yanğının baş vermə səbəbləri və hadisənin digər təfərrüatları Tovuz rayon polis şöbəsində araşdırılır. Qəmbərov Xəyal Göyüşoğlu. Xəbər, hadisə barəsində danışsanız, məsələn, haradaydınız, necə xəbərsiniz? Qonşuda Şadlıq yeri var idi. Şadlıqda oturmuşdum, zəng gəldi ki, öyüm yanır. Gəldim ki, yanır. Elə pajanı gəlinə qədər mən özümən getmişəm. Bir də aldım ki, skor gəlib. Elə iynə, dərman, sağ olsun kəndçilər də başımdan aralanmayıb. Belə. Nələr yanıb evin içərisində? Hər bir şey yanıb qoydum. 4000 nağdır pulum var idi, o yanıb. Xaladenik, televizordur, yataqdır, yorğandır, döşəkdir, gəbədir. Hər şey, evə aid olan hər bir şey. İşqafdır, şifanerdir, paltardır, hər bir şey. Bəs bir nəfər xəsarət alıb, o kim idi? O qardaşımdır. Necə olub? Vallahi xəbərim yoxdur, o da deyən öydə olub, ya nətərsə bilmirəm, mən heç xəbərim yoxdur. Mən elə gələndə ördüm, yanır, elə özümdən getmişəm. Skorzad gəlib, iynə vurub, bu sabah özümənmişim mən. Evdə olubdu, yəni qardaşınız gəlmişdi? Bəli, öydə olub ki, yanıb da bu. Ağırdır mı vəziyyət, xəstəxanadadır mı? Deyirlər ağırdır, yanıq xəsarəti çox olub. Kamran Eskiparalı, Banu Hüseynli, Səs TV Xəbər, Tovuz.